Hazırda gördüyünüz kimi voleybolçular son isinmə hərəkətlərini, son hazırlıqları görürlər bu oyunla bağlı. Artıq hakimin də işarəsi gəldi. Bütün hazırlıqlar yekunlaşmalıdır və bir qədər sonra İqtisadçı Azerel qarşılaşması başlayacaq. Təbii ki, indi komandalar meydana dəvət olunacaqlar. Qeyd edim ki, hal-hazırda İqtisadçı komandası turnir cədvəlində 3-cü pillədədir. 6 komandanın yarışdığı Azərbaycan Süper Liqasında İqtisadçının 13 xalı var. Komanda Rabitə və Azeryol komandalarından sonra 3-cü yerdə gedir. O ki, qaldı Azərreylə. Azərreyl 6 xalla, Lokomotiv ilə bərabər 6 xal toplayıb və 4-cü, 5-ci yerləri bölüşdürür. İqtisadçı komandası ənəvi geyimində bugün oynayacaq. Qara, qırmızı zolaqlı geyimdə Azərreyl voleybolçuları göy-qırmızı zolaqlı geyimdə mübarizə aparırlar. Beləliklə komandalar artıq meydana çıxmaq üçün hazır vəziyyətdədirlər və hakim komandaları meydana dəvət etdi. Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatının Süper Liga yarışlarının oyununda görüşürlər. İqtisadçı Azərreyl. Və ənəvi olaraq Azərbaycan Respublikasının dövlət himni səslənir. Azərbaycan Respublikasının dövlət himni səsləndi İqtisadçı Azərreyl qarşılaşmasından öncə və komandaların heyətlərinə diqqət yetirək ilk olaraq Azərreylin heyəti haqqında. 1. Ceyran Əliyeva komandanın liberosu, 3. Anastasiya Qurbanova, 4. Gvendalin Ruker, 5. Yelena Parxomenka, 6. Ayşən Əbdüləzimova, 7. Laura Kitipova, 9. Yuneska Robles, 10. Duşanak Kaliç komandanın kapitanı, 11 Katerina Jitkova, 12 Şəfaqət Həbibova, 15 Aynur Kərimova və 16 Aksana Kisilyova. Oyunu idarə edən hakimlər bugünkü görüşün baş hakimi, beynəlxalq dərəcəli hakim Konstantin Selindir. İkinci hakim isə Respublika dərəcəli hakim Səbuhi Əliyev. Qeyd edim ki, Azərreyl komandasının baş məşqçisi təcrübəli məşqçi Aleksandr Çelvyakovdur. Və İqtisadçı komandası 1. Vanna Buakayev, 2. Lenka Dür, hər ikisi liberodur. 5. Plemyet Tinkao, 6. Onuma Şittirak, 9. Romina Lamas, 11. Mariana Norberto, 12. Kapitan Manon Flier, 14. Deya McGlendon, 15. Ma Yun Wen, 16. Zhang Li və 18. Valentina Serena. Baş məşqçi Türkiyəli Bülent Karslıoğlu. Qeyd edim ki, bundan öncə İqtisadçı komandası Rabitəyə qalib gəldi. 3-1 hesabı ilə çox gərgin bir oyun oldu və bəlkə tarixi ərzində ən parlaq qələbələrdən birini qazandı. Son illərin ölkə çempionu olan və Azərbaycanın ən güclü voleybol klubunu məğlub etdi.
rabitəni. Təbii ki, bu özü də çox böyük bir nəticədir. Və təbii ki, indi bu qələbə İqtisadçı komandasına əlavə ruh yüksəkliyi verməlidir. İqtisadçı komandasının da oyuncuları, yəni əsas heyətdə mübarizə aparacaq oyuncular meydana dəvət olundu. Artıq oyunun başlaması üçün hər şey hazırdır. İqtisadçının son vaxtlar, ümumiyyətlə, son illər yaxşı oyun göstərməsində böyük pay sahibi olan insanı gördük. Türkiyəli mütəxəssis Bülent Karslıoğlu ekranlara gəlmişdi. Konstantin Selin yardımcısının işarəsindən sonra artıq oyunun başlaması haqqında fitini səsləndirəcək. Beləliklə görüş başlayır. İlk olaraq topu oyuna Valentina Serena daxil edir. İqtisadçı komandasının 18 nömrəli voleybolçusu. Anastasiya Qurbanova 6-cı zonadan zərbə və blok yaxşı oynayır. Bəli, Anastasiya Qurbanova istədi ki, 6-cı zonadan yaxşı bir zərbə indirsin. Əslində bunu heç də pis bacarmır. Və Tinkao bir qədər əvvəl edə bilmədiyini bu dəfə daha səlis etdi. Plemiyet Tinkao 5 nömrəli voleybolçu ekranlarımıza gəldi və ikinci xalı qazandırır İqtisadçı komandasına. Bugünkü oyunda qələbə qazanacağı təqdirdə, yəni əlbəttə 3 xal qazanacağı təqdirdə turnir cədvəlində Azər yolu ötəcək İqtisadçı. Bu topu da yaxşı qəbul edir Bülent Karslıoğlu'nun komandası. Libero topa toxundu. Ceyran Əliyeva. Glendelin. Şittirak. Bu dəfə isə blokda Azərel voleybolçuları yaxşı oynayırlar. Lora Kitipova. İzləyirik. 7 nömrəli voleybolçu Şittirak'ın zərbəsinin qarşısını aldı. Hesab 2-1 İqtisadçının xeyrinədir. Ceyran Əliyeva kanalımıza gəldi və səhvə yol verir Kitipova. 3-1 İqtisadçı 3-cü xalını qazanır. Ayşən Əbdüləzimova gənc voleybolçu ekranlarımıza gəldi. Milli komandamızın da üzvüdür. Unuma Şittirak. Ceyran Əliyeva topu qəbul edir. Bugün Azərel niyyətində məhz Ceyran Əliyeva əsas heyətdə mübarizə aparır və blok out. Bloka dəyərək top out'a getdi. Hesab arasındakı fərqi yenidən azaldır Azərel. İlk dəqiqələrdən təbii ki, İqtisadçının müəyyən üstünlüyü müşahidə olunur. Ancaq Azərel ilə çalışır ki, rəqibdən xal baxımından o qədər də geri qalmasın. Təbii ki, İqtisadçı və Azərel komandaları bir qədər müqayisə etdikdə İqtisadçının favorit olduğunu demək lazımdır. Çünki heyət daha təcrübəli, daha usta voleybolçulardan təşkil olunur. Ancaq bir məsələ də var ki, Azərel düzdür, cavan, gənc, amma yerli oyunculardan, daha çox yerli oyunculardan təşkil olunmuş bir komandadır və milli komandamızda bir sıra üzvləri bu komandanın heyətində çıxış edir. Və bu epizodda topu rəqib meydana düzgün göndərə bilmədi. İqtisadçı komandasının 15 nömrəli oyuncusu Ma Yunwen. Hesab arasındakı fərq azalır. 4-3 Manon Flier ekranlarınızdadır. Hollandiyalı voleybolçu İqtisadçının əsas zərbə qüvvələrindən biridir. Çox gözəl bir hərəkət 14 nömrəli oyuncudan Deya McGlendon. Aldadıcı bir hərəkətlə bütün müdafiə xəttini çaşdırdı Azərel komandasında. 5-3 Manon Flier. Ceyran Əliyeva. Qurbanova top out'a gedir. Anastasiya Qurbanovanın zərbəsindən sonra top out'a gedir. Hakimə etiraz edir Azərelin voleybolçuları. Gəlin izləyək təkrarı. Bəli, burada topa toxunma yox idi. Hakim tamamilə düzgün qərar qəbul edib. 6-3 və çox gözəl bir servis Manon Flier'dən 7-ci xalı qazandı İqtisadçı. Daha bir xal qazansa komandalar ilk texniki fasiləyə yollanacaqlar. Bugün qeyd edim ki, yalnız bir oyun keçiriləcək. Sabah isə 7-ci turun, yəni növbəti qarşılaşması olacaq. Həmin oyunu da canlı yayımda azarkeşlərə təqdim edəcəyik. Bu Lokomotiv Telekom görüşüdür. Həmin qarşılaşma, yəni bu günə yox, sabaha təyin olunub. Yəni çox vaxt bilirsiniz ki, oyunlar eyni gündə olur.
Daha sonra 3 oyun keçirilir. Bu dəfə isə təqvim elə qurulub ki, çox vaxt 2 və yaxud da 1 oyun keçirilir. Beləliklə 8-4 və İqtisadçı komandası ilk texniki fasiləyə irəlidə yollanır. 4 halla komanda öndədir. Texniki fasilə başa çatdı və oyun davam edir. Bu dəfə Azərel komandası xal qazanır. Komandanın kapitanı Kaliç Duşanak fərqləndi. Duşanak top oyuna daxil etdi. Şittirak və daha bir xal. Robles Yuneska sakit bir toxunuşla topu İqtisadçının meydançasına doğru göndərdi. Daha bir səhvə yol verir İqtisadçı voleybolçuları və Azərel yavaş-yavaş fərqi aradan qaldırmaqdadır. Belə davam edərsə Bülent Qaşlıoğlu time-out götürə bilər. Ardıcıl 3 xal qazandı Azərel. Fliyer Qurbanova topu qəbul etdi. Şittirak. Bakayev. Şittirak. Qüvvətli bir zərbə. Ionesco. Fliyer. Top out'a getdi. Yunyeska'nın zərbəsindən sonra. Robles Yunyeska heç kimə toxunmadı onun zərbəsindən sonra top və İqtisadçı 9-cu xalını qazanır. Yuvenman top oyuna daxil etdi. Bu dəfə də top out'a gedir, yox. Hakim meydan işarəsini göstərdi. Təbii ki, təkrar izləyəcəyik. Görək, top doğrudan da bu meydana düşmüşdü. Bu rakursdan hərçənd hakimin qərarının bir qədər mübahisə doğurduğu sanki görünürdü. Fliyer, bəli, topa toxunma var. Limanın Fliyer'in zərbəsini izlədik. Təkrar epizodda Valentina Serena hesab 18 İqtisadçı komandasının xeyrinədir. Bəli, daha bir səhvə yol verir Azərel voleybolçuları. Top antenə dəydi, onsuz da out'a gedəcəkdi. Servisdən sonra Azərel komandası bu səhvi buraxır. Valentina Serena növbəti servisi. Şən Abdüləzimova zərbəni dəqiq yerinə yetirə bilmədi. Və time-out götürür Aleksandr Çervyakov. Hesab 12-8 İqtisadçının xeyrinədir.
12-8 iqtisadçı öndədir. Ceyran Əliyeva. Abdüləzimovun növbəti zərbəsi və bu dəfə Azərbaycan ilə xal qazandırır 6 nömrəli voleybolçu. Yaxın məsafədən ötürməni o zərbə ilə tamamladı və top əvvəlcə bloka dəydi, daha sonra digər iqtisadçının voleybolçularına və onlar ümumiyyətlə topu daha sonra yaxşı qəbul edə bilmədilər. Tinkao az qala səhvə yol verəcəkdi. İqtisadçı voleybolçuları blok və out. 10-12. İqtisadçının hücumu alınacaqdı, sadəcə olaraq Tinkao səhvə yol verdi. Ötürmə zamanı topa çata bilmədi. İki voleybolçu bir-birini yaxşı başa düşə bilməmişdilər. Flier. Azərbaycan hücumdadır. Batista. Top meydanda yerə düşür. 11-12. Fərq yenidən minimuma enir. Yenə eyni səhv. Ardıcıl ikinci dəfə. İkinci dəfə Serena Williams'la Tinkao arasında anlaşılmazlıq. Təxminən bəli, düzgün mövqe seçimi və yanlış zamanlama. Məhz belə deyərdim. İkinci dəfədir ki, eyni səhvi buraxdı iqtisadçı voleybolçuları və Serena'nın ötürməsinə Tinkao çata bilmədi. Time out götürdü ona görə Bülent Qarslıoğlu. Hesab bərabərdir 12-12 və oyun davam edir. Manon Flier. Out'a gedir top və Azərbaycan önə keçir. 13-12. Və servisdə səhvə yol verdi. Aleksandr Çervyakovun yetirmələri və yenə də Laura Kitipova. Səhv edən voleybolçudur. Onu Maşitdirak top oyuna daxil edir. İqtisadçı komandasında. Qurbanova. Topa toxunma var idi. Flier etiraz edir. Belə etirazlar zamanı indiyə qədər voleybolda hər hansı bir qərarın dəyişdiyinin şahidi olmamışıq və yəqin ki olmayacaq. Hakimin qərarı qətidir. Flier. Serena. Top out'a gedir. 14-14. Bəli, iqtisadçı sözün əsl mənasında çətinlik çəkir ilk setdə. Hərçənd ki, bir ara 4 xal fərqi ilə öndə idi komanda. Tinkao. Bloka dəydi top. Serena. Out'a getdi top. Deya McGlendon'un zərbəsindən sonra. Yaxşı zərbə vurmuşdu. Ceyran Əliyeva topa toxundu, ancaq zərbə qüvvətli idi və top out'a getdi. Ceyrana dəydikdən sonra 15-14. İqtisadçının ikinci texniki fasiləyə də öndə yollanmaq imkanı var. Və top bloka dəydi. Və Azərbaycan meydanında yerə düşdü. 16-14. İqtisadçı öndədir. İkinci texniki fasiləyə yollandı komandalar bu setdə.
Tinkao top oyuna daxil etdi. Kitipova və Ayşən Əbdüləzibovanın zərbəsindən sonra hesab arasındakı fərq azalır. Azərrel 15-ci xalı qazandı. Mərkəzdən bu gün Əbdüləzibovanın zərbələri heç də pis alınmır. Gənc voleybolçu məhz özü topu oyuna daxil etdi. Şittirak, Serena və növbəti xal, 17-ci xal, McGlendon dəqiq oynayır yenə. 17-15. Təkrarı izlədik. Əbdüləzimova topa toxundu son olaraq. Zərbəni dəf etmək istəyirdi. Manon Flier. Flierin əla servisi nəticədə səhvə yol verdi topun qabılında. Azərel, McGlendon, blokout. Yəni bu xalın qazanılmasında təbii ki, Flierin ilk növbədə servisinin gözəl alındığını qeyd etməliyik və Aleksandr Çervyakov time-out götürür. Hesab 18-15 iqtisadçının xeyrinədir. Yəni hücum qura bilmədi Flierin servisindən sonra Azərrel voleybolçuları aldadıcı bir hərəkət. Qurbanova blok shot və səhvə yol verir iqtisadçı komandasının oyuncusu. Gwendolyn Ruker ilə Serena mübarizə aparırdı. Tor üzərində və Gwendolyn Ruker mübarizədə qalib gəldi. Anastasiya Qurbanova. Flier. Şittirak. 6-cı zonadan zərbə indirdi. Və daha bir səhvə yol verir Azərrel voleybolçuları. 19-16. Kitipova. Qurbanova. Blok yaxşı oynayır. Və 3-dən artıq topa toxunma. 4-cüsü artıq heç toxunmamaqda olardı və bunu etmədi Qurbanova, çünki artıq hakim qərarı vermişdi. Xal vermə qərarını. Kitipova. Burada top meydanda yerləşdi. Gwendolyn Ruker yaxşı oynayır. Batista. Aksana Kisilyovanın əvəzinə meydana qayıtdı. Qeyd edim ki, Aksana Kisilyova da əslində liberodur. Milli komandamızın əsas liberosudur. Yadınızdadırsa, yanvar ayında Bakıda Avropa çempionatının seçmə mərhələsi keçirilərkən bilirsiniz ki, analıq məzuniyyətinə görə bu görüşdə, həmin oyun görüşlərdə iştirak edə bilmədi Valeriya Karatenko və onu çox gözəl əvəzlədi Aksana Kisilyova bir libero kimi. Bir qədər əvvəl o libero kimi yox, adi meydan oyuncusu kimi bir mövqedə mübarizə aparırdı. Meydanı tərk etdi. İqtisadçı bu arada 21-ci xalı qazanır. 22-ci xalı. Və hesab 22-17 universitet təmsilçisinin xeyrinədir. Van Lee top oyuna daxil etdi. Batista o qədər də yaxşı zərbə vura bilmir. Şittirak və top meydanda yerə düşür. Artıq setin sonlarında iqtisadçıya heç cür müqavimət göstərə bilmir Azərrel. 23-17. Batista. Əla bir zərbə. Top da çox gözəl ötürülmüşdü. 9 nömrəli voleybolçuya 23-18. İqtisadçıya cəmi 2 xal lazımdır hal-hazırda.
oyunu öz xeyrinə başa vurması üçün. Və Şəfaqət Həbibova meydana daxil olur. Servis edəcək. Alta getdi top. Heç də pis fikirləşməmişdi iqtisadçının oyuncusu. Ancaq Şittirak bir qədər dəqiq oynaya bilmədi. Bülent Karslıoğlu time-out götürür. Hesab 23-19. Təbii ki, belə bir vəziyyətdə artıq komandasının tez bir zamanda 2 xalı qazanıb seti qazanmasını istəyir Bülent Karslıoğlu. Məhz bu səbəbdən də arxayınçılıq olmasın deyə time-out götürdü. Glendon. Batista. 20-23. Ardıcıl ikinci xalını qazandı. Batista Şəfaqət Həbibova yenə servis edəcək. Top bloka deyərək iqtisadçının meydançasında yerə düşdü. Serena. Şittirak. Glendon. Daha bir hücum olacaq. Yenə Şittirak. Və növbəti xalı qazanır iqtisadçı. Çünki top bloka dəyəndən sonra antenə dəydi. Yəni, təbii ki, burada xal iqtisadçı komandasına verilir. 24-20. Bir qədər bəxti də gətirmədi. Bir qədər əvvəlki epizodda Azərreylin. Serena topu oyuna daxil etdi. Daha bir səhvə yol verir Azərreyl. Hücum qura bilmədilər. İndi 25-ci xalı qazanmaq olar Şittirak. Topu qəbul edir arxa zonada. Azərreyl oyuncusu və daha sonra blok yaxşı oynayır iqtisadçıda. Flier. Tinkao. İstədiyi kimi zərbəni vura bilmədi. Qurbanova. 21-24. Azərreyl 21-ci xalı qazanır. Anastasiya Qurbanovanın qazandığı xal. Flier. Batista. Serena. O qədər də yaxşı ötürmədi topu. Bununla belə Şittirak gözəl oynayır. Amma Şittirak boyu o qədər hündür olmasa da hər halda istədiyi kimi topu rəqib tərəfə göndərə bildi. Gəlin izləyək təkrarı. Orada iki voleybolçu da Azərreyldən mübarizə aparırdı. Şittirak həm Batistanı, həm də Ayşən Əbdüləzimovanı üstələyə bildi və beləliklə 25-21 ilk setdə iqtisadçı komandası qalib gəlir.
Gecə tənhalıqda, tənhalıqda, tənhalıqda boğuram. Yağış səssiz bir tək mən, bir tək mən, bir tək mən. İkinci set başladı hörmətli tamaşaçılar. Ümumi hesab 1-0 iqtisadçının xeyrinədir və iqtisadçının bu setdəki ilk hücumunda onlar uğursuzluğa düçar oldular. İlk hal Azərel komandası qazanır. Ancaq dərhal da elə servisdə səhvi yol verdi. Aleksandr Çervyakovun komandası hesab bərabərləşir 1-1. İlk setə təbii ki ustalıq və səviyyə baxımından bir qədər daha üstün olan iqtisadçı oyuna üstün başladı. Düzdür, bir ara Azərelin ciddi müqaməti ilə üzləşdi və əzimkarlıq göstərən Azərel hətta hesabı da bərabərləşdirməyə nail olmuşdu. Ancaq sonradan iqtisadçı yenidən özünə gəldi və setin sonlarına doğru istədiyi qələbəni qazana bildi. İndi hesab 2-1 Azərelin xeyrinədir. Şittirak, aldadıcı bir hərəkət. Laura Kitipova. Azərel hücumdadır. Bakayev yaxşı oynayır. Şittirak və hesab yenidən bərabərdir. 6-cı zonadan endirilən zərbə dəqiq alınır. Top bloka dəyərək avuta getdi. 2-2. Top avuta gedir. Anastasiya Qurbanovanın zərbəsindən sonra iqtisadçı 3-cü xalı qazanır. Nəyə görə burada topa toxunma işarə edildi? Yəqin ki, Anastasiya Qurbanova buna görə hakimə nəsə dedi. İndi isə Azərelin hücumu. Yenə top bloka dəydi. Uğursuzluğa düşər olur növbətdə və Aleksandr Çervyakovun komandası. Tinkao. Batista. Növbəti dəfə top out'a göndərildi. Dušana Karic, Serbiyalı voleybolçu, dəqiq oynaya bilmir və time-out götürdü Aleksandr Çervyakov. Şübhəsiz ki, bu setdə də komandasının pis başlaması onu narahat edir. Hesab 5-2 iqtisadçının xeyrinədir. Tinkao bu dəfə servisi düzgün yerinə yetirə bilmədi. İqtisadçı komandasının Taylandlı voleybolçusu. (5-3) McClendon. Şittirak. Flier. Abdülazimova. Qurbanova bu dəfə dəqiq oynayır. 4-5. Azərel növbəti xalını qazanır, hesab bərabərləşir. İlk dövrədə Azərel iqtisadçı qarşılaşmasında 5 set oynanılıb.
bu oyun ötən il noyabrın 23-də keçirilib və 5 setdən sonra İqtisadçı komandası qalib gəlib 3-2 hesabı ilə. Hal-hazırda hesab 5-5-dir və bu dəfə Bülent Karslıoğlu time-out götürdü. Ayşən Əbdüləzimova oyuna başladı. McClendon topu alta getdi. Azərreyl önə keçir. Bu dəfə Bülent Karslıoğlu da narazılığı bildirdi hakimin qərarı ilə bağlı. Bəli, top xətt üzərinə düşmüşdü. Hakimin qərarı yenidən mübahisə doğurur. Sizlə yan xətt hakimləri belə vəziyyətlərdə çox diqqətli olmalıdırlar. Flier. Hesab yenidən bərabərdir. 6-6. Bəli, Flier'in bu zərbəsi çox effektli alındı. Ancaq səhvə yol verir servisdə. Hollandiyalı voleybolçu. Azərreyl önə keçdi. 7-6. Anastasiya Qurbanova. Və Azərreyl voleybolçular da adi bir vəziyyətdə səhv etdilər. Flier əslində bəlkə də bu topa toxunarkən özü də inanmazdı ki, onun bu yüngül toxunuşundan sonra Azərreyl voleybolçuları hücum qura bilməyəcəklər. Ancaq belə də oldu. McClendon yenə topun qəbulunda düzgün oynaya bilmir Azərreyl. Əlbəttə, topun qəbulu əsas amildir voleybolda. Həmişə bunu deyirik. Və əgər ilk toxunuş uğurlu deyilsə, bu zaman hücum qurmaq da demək olar ki, mümkün olmur. Hər halda yaxşı hücum qurmaq mümkün olmur. 8-7 İqtisadçı texniki fasiləyə ikinci setdə yenə öndə yollandı. McClendon top oyuna daxil etdi və Batista səhvə yol verir. İqtisadçı 9-cu xalı qazanır. Bəli, məhz belə hərəkətlər bəzi hallarda vacib məqamlarda komandanın yersiz xal itkilərinə səbəb olur. Necə ki, indi Batista səhv etdi. Heç kim belə səhvdən soğutalamayıb, ancaq hər halda bir qədər daha diqqətli oynamaq lazımdır. Xüsusilə topun qəbulunda Şiddirak. Hücum qurur Azərreyl və mən deyərdim ki, indi Batista öz səhvini düzətdi. Bir qədər əvvəlki səhvini düzətdi. 6-cı zonadan qüvvətli zərbə vurmaqla top bloka deyərək meydanda yerə düşür. 8-9 və kapitan Karic Duşanak top oyuna daxil etdi. Növbəti zərbə. Bakayev. Ceyran Əliyeva. Flier. Bəli. Hücum zamanı İqtisadçı voleybolçuları yenə səhvə yol verirlər və hesab bərabərləşir 9-9.
Şittirak. Blok yaxşı oynayır Azərbaycan komandasının növbəti hücum cəhdi. Yenə Şittirak. Bəli, bu dəfə eyni səhvi Azərbaycan buraxır müdafiə zamanı. 19 iqtisadçı önə keçir. Mayun Ven. Şittirak. Emin Aslamanın ötürməsi və Şittirak yaxşı oynayır. Ağıllı oynadı bu epizodda. Hadi zərbə vursaydı çox güman ki blok bu zərbənin qarşısını ala bilərdi. Ancaq bax, belə hərəkətlərlə ustalıqla xal aldı rəqib komandadan. Katerina Jitkova 6-cı zonadan yaxşı zərbə vurdu bu voleybolçu. 11 nömrəli oyuncu da Azərbaycan komandasında. Ancaq servisdə yenə səhv edir. Gwendolyn Ruker idi. Meydanı tərk etdi bu səhvdən sonra. Azərbaycan hücumdadır. Abdülazimova. Belə zərbələri yaxşı vurur 6 nömrəli voleybolçu. Fərqi yenidən minimuma endirdi. Növbəti səhvi buraxır iqtisadçı voleybolçuları və hesab bərabərdir. Vanna Buakayev səhv edən voleybolçu idi libero. Mövqeyini düzgün seçməmişdi, bir qədər daha geridə durmalıydı Buakayev. Buakayev. Flier. Azərbaycan hücumdadır. Blockout. Azərbaycan önünə keçir 13-12. Bülent Karslıoğlu komandasının daha diqqətli oynamasını istəyir. Buakayev. Yenə də düzgün olmayan səhv. Ancaq bəli, xal iqtisadçıya verildi çünki bəli, ilk olaraq topa toxundu Azərbaycanın oyuncusu topa toxundu və ona görə də bundan sonra top antenə dəydi. Bu out sayılır əslində və xal iqtisadçının oldu. Hesab bərabərdir 13-13. Out. Hakim meydan işarəsini göstərir. Batista. Çox gözəl bir hücum və Tinkao'nun dəqiq zərbəsi. 14-14. Azərbaycan belə komandadır. Həmişə o sona qədər mübarizə aparmağa çalışır, əzmkarlıq göstərir. Ancaq sonda məğlub olsa belə Azərbaycan iştirakı ilə keçirilən oyunlarda çox vaxt rəqib komandalar çətinliklə qələbəni qazanırlar. Çünki cavan və enerjili oyunculardan təşkil olunub komanda. Top out'a getdi. Azərbaycan 15-ci xalını qazanır. Hələ ki, iqtisadçı bu setdə böyük xal fərqi ilə önə keçə bilməyib. Hətta özü indi yenik durumdadır. Abdülazimova. Out yox, meydana düşdü top. Flier blokda yaxşı oynamışdı. 15-15 bərabərdir hesab. Topun qabılında yaxşı oynamadı Azərbaycan.
oyuncuları. Buakayev, iqtisatçının hücumu. McClendon, zərbə bloka tuş gəldi. Flier və 16-15. İkinci texniki fasilə, iqtisatçı yenə öndədir. Minimal olsa belə üstünlüyü var universitet təmsilçisinin. Осторожнее, вот это надо было бить сильно, быстро сбивать. Flier artıq ikinci dəfə bu setdə servis səhvinə yol verdi. Nəticədə hesab yenidən bərabərdir. 16-16. Out. Yenə xalı Azərel komandası qazanır. 17-16. Flier 6-cı zonadan əla zərbə vurdu. Hollandiyalı bir qədər əvvəlki səhvini unutturdu. Sanki bu epizodla ekranlarınızdadır Manon Flier. Hollandiya millisinin də üzvüdür bu təcrübəli voleybolçu. Ceyran Əliyeva. Buakayev. Flier. Şittirak. 18-17. Xeyr, xal iqtisadçıya verilir, bəli. İkinci hakim Bülent Kaslıoğlu da buna işarə edirdi. İkinci hakim rəqib voleybolçuların səhv etdiyini bildirmişdi. İlk epizodda Konstantin Selin bunu görməmişdi. Sonradan isə yardımcısının işarəsindən sonra bunu etdi. Bu dəfə isə hesab yenidən bərabərləşir. 18-18. Bəli, xala-xala prinsipi ilə davam edir bu set. Şittirak. Yenə Şittirak zərbə indirəcək. Top bloka dəydi. Tərlallı oyunçunun zərbəsindən sonra. Azərel ona keçir. Önə keçir. 19-18. Time-out istəyir Bülent Kaslıoğlu. Надо вот этот верхний атаку. Şittirak. Yenə daha çox bu voleybolçuya ötürülür top. Ancaq alta getdi Azərel voleybolçusu. Arxa zonaya göndərmişdi topu. Gwendalin Ruker. Top meydançaya düşmədi. Bərabərlik var yenidən hesabda. Hal-hazırda Rabitə və Azeryol hərəyə 15 xal toplayıblar və turnir cədvəlində birinci, ikinci yerdə gedirlər bu komandalar. İqtisadçı 3-cü yerdədir. 20-19.
Top tora dəymişdi. Gəlməz bloka yox, tora dəydi top. Bu hücumdan sonra, Azərelin hücumundan sonra. Marianna Norberto. Yenə topun qəbulunda səhv yol verdi Azərel. Növbəti xalı qazana bilər. İqtisadçı Tinkao. Və 20-20. Halbuki Tinkao dəqiq zərbə vursaydı artıq komandası 21-ci xalda qazanmışdı. Turnir cədvəlində İqtisadçıdan sonra Lokomotiv gəlir 6 xalla. Eyni xala malik Azərel 5-cidir və Telekom 2 xalla sonuncu pillədədir. Bir daha qeyd edeyim, İqtisadçı qalib gəlsə, 3 xal qazansa Azər yolu ötəcək turnir cədvəlində. Topu qəbul edir Azərel. Flier. Alta göndərdi Tinkao topu. 21-20 Azərel önə keçir. Şafaqat Həbibova. Bəli, Azərel 22-ci xalı qazandı. Şafaqat Həbibova. Flier. Top meydanda yerə düşmüşdü. Azərel voleybolçuları etirazlarını bildirirlər. Hakim bildirir ki, top uzun zamana bax bu vəziyyətdə rəqibin əlinə dəyməmişdən öncə meydana toxunmuşdu. Məhz bu səbəbdən də xal İqtisadçıya verildi. Ramina Lamas və iki voleybolçunun arasında olan anlaşılmazlıq Ceyran Əliyeva və Dušan Karic bir-birlərini başa düşmədilər. Nəticədə hesab bərabərləşdi. Şervyakov time-out götürür. Təbii ki, oyunun gedişindən razı qala bilməz bu baş məşqçi. Çünki komandası 2 xal fərqlə irəli çıxmışdı və yaxşı bir imkan idi bu. Bu seti qələbə ilə başa vurmaq üçün əla imkanı idi. Ancaq Azərel bu fürsəti əldən verdi. Təqvimə diqqət yetirək ki, sabah fevralın 8-də Lokomotiv Telekom görüşü var. Bu da 7-ci turun oyunu olacaq. Saat 15-də və İdman Azərbaycan telekanalı ilə canlı yayımlanacaq. Və növbəti turun görüşləri fevralın 14-ü və 15-i keçiriləcək. Fevralın 14-ündə 9-cu turdan Azərel Telekom və 7-ci turun daha bir görüşü, təxirə salınmış görüşü olacaq. Fevralın 15-də olacaq. Azeryol Rabitə. 2 iddialı rəqib, 2 əzəli rəqib arasında görüş baş tutacaq. 23-22 Azərel öndədir. Flier. Topu qəbul etdi Azərel. Tinkao. Out. Xeyr, topa toxundu. Son olaraq İqtisadçının oyuncusu və Azərel 24-cü xalı qazanır. Bəli, burada toxunmamalı idi topa. Bu hərəkət etməməli idi. İqtisadçının voleybolçusu. Servis səhvi. Şittirak. Bu set uzana da bilər. Əgər indi İqtisadçı bu xalı qazansa ancaq çox inanılmaz bir vəziyyətdə Azərel 25-ci xalı qazanır. 1-1. İndi Azərel özləri də gözləmirdi ki, onlar bu vəziyyətdə top bloka dəyəcək. Ancaq gördüyünüz kimi bu baş verdi və kuryoz bir vəziyyət yarandı. Hər halda 25-23 və ümumi hesab bərabərləşir.
1-1. İller ötüp geçecek, üzüleceksen bir gün sen. Ettiklerin için değil, etmediklerin için düşünsen. Ömrün sensiz gidecek, yaşadıkça küskünsen. Küsmezsen uyan başlamalısan. Misal için hele bugün indisen. Düşünmek iyi alınmaz. Bacaracaksan düşün. İste inan özüne. Şahesersen sen özün. Her şey senin elinde. Senin bir dengeler. Dayanma o tufan eller. O yansın kaliteler. Her şey senin elinde. Senin bir dengeler. Dayanma o tufan eller. O yansın kaliteler. Senin bir dengeler. O yansın kaliteler. Attın dünyaya sende, hele de ihtiyaç var sende de. İnsanlar keşfeder ki nece büyük yürek var sende. Atıl dünyaya sende, hele de ihtiyaç var sende de. İnsanlar keşfeder ki büyük yürek var sende. Her şey senin elinde, senin bir Üçüncü set başladı hörmətli tamaşaçılar. Ümumi hesab 1-1'dir. İlk setdə İqtisadçı, ikinci setdə isə Azərrel qalib gəlib. Və reportajımızın əvvəlində də mən qeyd etmişdim. Birinci dövrədə bu komandalar 5 set oynayıblar və İqtisadçı qalib gəlib. Mümkündür ki, bu gün də eyni vəziyyət baş versin və hal-hazırda Azərrel artıq ikinci xalı qazanır. 2-0. Bir hesap değişti. Kitipova alta gönderir topu. Katerina Jitkova. Hesap beraberleşir. Kitipova, Abdülazimova. Top alta gitti. Yaxın məsafədən ötürmədən sonra Ayşən qüvvətli bir zərbə vurmuşdu. Və top bloka dəydi. Çox hündürə qalxmış bu top. Ancaq Azərel voleybolçuları özləri gözlədilər ki, bu top alta gedəcək yoxsa yox. Nəticədə top meydandan kənara getdi. İqtisadçı hücumdadır. McGlendon block out. Topa
Topa çatmaq istəyirdi. Batista. Ancaq bunu bacarmadı. Əla bir zərbə. Duşanka Kariçdən, kapitandan. 4-3. Azərel öndədir. Beş 3 Azərel öndədir. Bəli, ikinci setdə qalib gələndən sonra Aleksandr Çervyakovun komandası çox yaxşı əhval-ruhiyyədədir və onlara ikinci setdəki qələbə sanki əlavə stimul verib və bu setdə də çox yaxşı təsir bağışlayır ki, Azərel voleybolçuları. Flier. Kitipova. Əla bir hücum oldu və nəticədə Gwendolyn Ruker bu hücumu dəqiq zərbə ilə tamamlayır. 6-cı xalı qazanır Azərel. Jitkova top oyuna daxil etdi. Daha bir səhv edir iqtisadçı voleybolçuları. Ramina Lumas və 7-4. İzlədik Lumas'ın topu götürə bilmədiyi epizodu. Katerina Jitkova. McClendon, Ceyran Əliyeva topu qəbul etdi. McClendon və top out'a gedir. Ancaq topa toxunma var idi. Bəli, hakimin işarəsi bununla bağlı verildi. Bəli, top da oradan da Azərel voleybolçusunun əlinə dəymişdi. Açıq-aşkar görünürdü və 5-ci xalı qazanır iqtisadçı. Ceyran Əliyeva gənc libero Azərelin əsas heyətində mübarizə aparır və çox yaxşı təsir bağışlayır. Mən deyərdim ki, milli komandamız üçün yeni libero yetişir. Faiq Qarayev bu voleybolçuya Avropa çempionatını seçmə oyunlarında da oynamaq imkanı yaratmışdı və Azərelin əsas heyətində mübarizə aparır. Baxmayaraq ki, Oksana Kisilova kimi təcrübəli bir oyuncu, müəyyən təcrübə toplamış bir oyuncu var. Bununla belə Oksana Kisilova ilə bərabər Ceyran Əliyevanın da oynamasına imkan yaradır Aleksandr Çervyakov. Texniki fasiləyə yollandı komandalar. Azərel 8-5 hesabı ilə öndədir. Şittirak yaxşı oynayır. Texniki fasilədən sonra ilk xalı iqtisadçı komandası qazanır. Bilirsiniz ki, bu ilin mart ayında Bakıda Çempionlar Liqasının dördlər finalı keçiriləcək. Artıq reglamentdə açıqlanıb. Oyunlar martın 15-i və 16-sında olacaq. İlk qarşılaşmada ölkəmizi bu yarışda təmsil edən Azərbaycan çempionu Rabitə. Biz ki, Rabitə təşkilatçı kimi play-off oyunlarından azad idi. Və ilk görüşdə o Rabitə komandasının rəqibi Eczacıbaşı Omiçka oyunun qalibi olmalıdır. Eczacıbaşı bildiyiniz kimi dünən keçirilən oyunda Omiçkanı
3-1 hesabı ilə səfərdə məğlub etdi və böyük ehtimalla Eczacıbaşı Bakıdakı dördlər finalına vəsiqə qazanacaq. Və eləcə də digər bir Türk komandasının da gəlişi gözlənilir ölkəmizə. Kazan ola bilər. Dinamo Kazan dünən səfərdə Valeronu məğlub edib. Beləliklə Bakıdakı dördlər finalının demək olar ki, bütün iştirakçıları müəyyənləşib. Sadəcə olaraq müəyyən formallıqlar qalıb. Yəni cavab görüşləri. Əgər elə bir möcüzə həqiqi baş verməsə, bunun əslində olacağı inandırıcı deyil. Çünki bəzi komandalar səfərdə rəqiblərini məğlub ediblər. Favoritlər yəqin ki, Bakıda dördlər finalında iki Türk komandası, Vakıfbank və Eczacıbaşı, Rusiyanın Dinamo Kazan və ölkəmizin rabitə komandaları mübarizə aparacaq. Oyunlar martın 15-i və 16-sında keçiriləcək və Bakıda Crystal Hall İdman və Konsert kompleksində. Artıq Azərel böyük xal fərqi ilə öndədir. 11-6. Üçüncü setdə çox yaxşı, inamlı oyun göstərir Çervyakovun komandası. Bəzi dəyişikliklər edib artıq Bülent Qarstoğlu. Li Zhang meydana daxil olub. Çinli voleybolçu. Və indi iqtisadçı 7-ci xalı qazanır. 7-11. Batista. Out işarəsi verir hakim. İzləyək. Bəli, mənə elə gəlir ki, burada Zhang topa toxunmuşdu. Azıcıq da olsa, indi Çervyakov da buna etiraz edirdi. Hakim isə başqa qərar verdi. 8-11. Bu dəfə isə Jitkova yenidən yaxşı zərbə vurur. 12-8. Serena. Flier. Ceylan Aliyeva. Jitkova. Top out'a getdi. Sol əli ilə zərbə vurmuşdu. Ancaq top heç kimə toxunmadan meydanın kənarında yerə düşdü. İzlədik epizodun təkrarını. 9-12. Li Zhang top oyuna daxil edir. Karic. Batista. Blok. Xeyr, top out'a getmədi. McClendon bundan istifadə edərək 10-cu xalı qazandırır komandasına. İqtisadçı yavaş-yavaş aradakı fərqi aradan qaldırmağa çalışır. Time-out istəyir Aleksandr Çervyakov. Hesab 12-10 Azərbaycan komandasının xeyrinə də hələ ki. Пускай она туда повернет, уже другая задача. А выложить плотно, потому что 60 получается гол, она бьет плотнее ставит блок, все будет нормально. Не будет, сам будет нормально, плотно ставит, защита будет работать правильно. Будет смотреть уже, где играть защита. Oyun davam edir. Növbəti dəfəsində Azərbaycan voleybolçuları hücumu yaxşı qura bilmədilər. Əbdül Əzimova. Onun zərbəsi bloka tuş gəldi. Norberto bu zərbənin qarşısını alır. Hesab 11-12 Azərbaycanın xeyrinə. Li Zhang. Li Zhang onun servisindən sonra daha bir səhv etdi Azərbaycan. İndi Çervyakovun time-out'u da heç nəyə dəyişmədi Azərbaycanın oyununda. Sanki müəyyən qədər deyərdim, böyük xal fərqi yaranandan sonra arxayınçılıq oldu Azərbaycan oyuncularında və bundan da iqtisadçı məharətlə istifadə edir. Hesab 12-12'dir. Növbəti hücum olacaq. Batista topu qəbul etdi iqtisadçı. McClendon.
Jitkova, McGlendon. McGlendon. Və 13-12. 13-cü xalı qazanır iqtisadçı, önə keçdi. 6 xallıq fərqi aradan qaldıra bilir universitet təmsilçisi Azəri ilə görüşdə. Livjank. Ceylan Əliyeva. Aldatıcı hərəkət Batistadan alınmadı. Flier. Top out'a düşdü. Hələ bu epizodda top out'a gedir. Flierin zərbəsi blok zərbənin qarşısını aldı. Ancaq top out'a çıxdığı üçün xal iqtisadçı komandasına verilir. Belə heç bir halda arxayınlaşmaq və özündən razı şəkildə mübarizə aparmaq olmaz. Bunun hal-hazırda əziyyətini çəkir indi Azərreyl. Əgər 6 xal fərqli irəlidə etsə, yenə də inamla mübarizə aparıb fərqi daha da artırmalıydı. Ancaq bunu edə bilmədi və nəticədə indi Flierin dəqiq zərbəsindən sonra 15-ci xalda qazanır iqtisadçı. Hesab 15-12-dir. Üçüncü setdə Bülent Kaslıoğlu'nun komandası 3 xal fərqi ilə rəqibindən öndədir hələ ki. Daha bir xal qazansa artıq komanda texniki fasiləyə öndə yollanacaq. Hakim çox gözlədi bu epizodla bağlı qərar vermək üçün və sonunda xalı iqtisadçıya verdi. 16-12 təkrarı izləyirik. Azərelin hücumu və top yəni rəqibə dəymişdi ya yox. Hakim hesab etdi ki top dəymədi və bir qədər tərəddüdlə qərarı verdi. 16-12 texniki fasilə. Blok yaxşı oynayır iqtisadçı komandasında və 17-ci xalı qazanırlar. Artıq əminliklə söyləmək olar ki, iqtisadçı bu tempdə davam etsə, bu seti də öz xeyrinə başa vuracaq və ümumi hesabda önə keçəcək. İndi isə dəyişiklik edir Xeyr, yenə də time-out. Texniki fasilədən dərhal sonra Çervyakov artıq ikinci time-out fürsətindən də yararlanır. Bəli, bu görüşdə qalib gələrsə, nəticədən asılı olaraq liderliyə yüksələcək. İqtisadçı müvəqqəti də olsa, çünki Rabitə komandasının növbəti oyunu, 7-ci turun oyunu fevralın 15-də olacaq və ən azı 15-nə qədər iqtisadçı çempionatın lideri olaraq qalacaq. Livjank. Top bloka dəydi yenə Jitkova'nın zərbəsindən sonra növbəti cəhd. McGlendon topun qəbulunda çox yaxşı təsir bağışlayır. İqtisadçı komandası və bu dəfə nəhayət 3-cü cəhddən Azərel xal qazana bildi. Manon Flier ekranlarınızdaydı. Topu oyuna Batista daxil edir. Əla bir hücum və əla bir zərbə.
11 nömrəli voleybolçu Marianna Norberto yaxşı oynadı. 18-13. Norberto özü oyuna başlayır. Növbəti hücumu da alınmadı Azərbaycan, ancaq iqtisadçı voleybolçulara da səhvə yol verirlər. 14-18. Primitiv bir səhv idi, yəni. İki voleybolçunun yenə arasında yaranan anlaşılmazlıq nəticəsində bu baş verdi. Əbdüləzimova. Jank. Top alta gedir. Manon Flier gözlədi və artıq görəndə ki, top meydandan kənarda yerə düşəcək, topa toxunmağa ehtiyac duymadı. Fikir verin, bax burada həmin o epizodun təkrarıdır. 19-14. Dušanka Karic komandasına 15-ci xalı qazandırır Serbiyalı voleybolçu. 15-19. Yalla bir hərəkət. Azəril də topun yeri düşməsinə imkan vermədi. Hücum imkanı Azərildədir. Və 16-19 Jitkova. Top bloka dəydi və meydanda yerə düşdü. Time-out Bülent Qarslıoğlu. Fərq 3 qaldı. Maradona'daki saçın növbəti oyununu şərh və sonla keçirməyəcək. Devranın İngilizlərində sonunda qalib kəndliyi Murabite ilə qarşılaşacaq. Вот нужно правильно работать. Всё. Правильно как? Голова что было? Всё, Ace olduğu hal-hazırda bu servisten sonra topun meydana düştüğünü bildirdi hakim. Jitkova növbəti servisini etdi. Flier. Cemaliyeva topa toxundu və top daha sonra out'a getdi. 20-17. Sanki biraz yenə ümidlənmişdi Azərbaycan, ancaq bu səhvdən sonra onlar yenidən ortadan düşürlər. Batista top Vendalin Ruker idi bu və topu meydanda yerə vurdu. Çox yaxşı görür meydanı bu oyuncu. Hücuma çox gözəl çıxdı və artıq müəyyənləşdirmişdi ki, topu hara göndərəcək. Bir risklidir belə zərbələr, çünki çox vaxt topu səhv də vura bilir hər hansı bir voleybolçu. İqtisadçı öndədir. Bu setdə də qalib gəlsə belə çox çətinliklə buna nail olacaq İqtisadçı. Çünki Azərbaycan oyunu seti əldən vermək istəmir. Daha bir səhv. Bax, belə səhvlər yəqin ki, həll edici olur. İzlədik bir qədər öncə Azərbaycan komandasının etdiyi bu səhvi. Plim Yettinkao 22-18'de hesab. Silava, əlbəttə bu liberodur əslində. Bəlkə də komanda yoldaşı onun 6-cı zonadan
Qüvvətli zərbə vurmasını gözləyirdi. İqtisadçı hücum edir. Flier. Topu götürdü Azərbaycan, ancaq hücum qura bilməyəcək təbii ki. Növbəti hücum fürsəti. Yenə Flier və bu dəfə çox ağıllı bir zərbə vurdu. Boş zonanı əla gördü. 23-cü xalı qazandırır komandasına Hollandiyalı oyuncu. Rabitə ilə oyunda da komandanın ən sərrast oyuncularından idi. Hollandiyalı ümumiyyətlə iqtisadçı üçün əhəmiyyətli bir voleybolçudur Manon Flier. 23-18. Pinkau. Flier. Li Zhang. Tipovadan əla bir hərəkət. Topu özü göndərdi rəqibin meydançasına. 19-23. Ayşən Əbdüləzimova və meydana qayıdır Şəfaqət Həbibova da hal-hazırda Kvendalin Rukeri əvəzləyir. Servis edəcək hal-hazırda Şəfaqət Həbibova. Voleybol üzrə milli komandamızın da üzvlərindən biridir. Blok əl oynuyor Azəreldə. 20-23. Flier'in zərbəsindən sonra müdafiə topun qarşısını aldı. Glendon, Selena, Li Zhang. Top alta gedir. 21-ci xalı qazanır Azərel. Təşkili 7 Şittirakı meydana qaytarır. Taylandlı voleybolçu. Bir qədər öncə ehtiyata göndərilmişdi Bülent Kastoğlu tərəfindən. Şittirak. Yenə səhvə yol verdi iqtisadçı. Top alta gedir. İqtisadçı 24-cü xalı qazandı. Və indi set xalını qazana bilər iqtisadçı. Kitipova. Batista blok yaxşı oynayır. Növbəti hücum olacaq. Ayşən Əbdüləzimova yaxşı zərbə vura bilmədi. Flier və 25-21. İqtisadçı 3-cü seti öz xeyrinə başa vurdu. Yenə ilk setdə olduğu kimi hesab eynidir. 25-21. Ümumi hesab 2-1 universitet komandasının xeyrinədir. Bir qədər sonra 4-cü set başlayacaq hörmətli tamaşaçılar.
Süper Liqanın 7-ci turun qarşılaşması. İqtisadçı Azərrey ilə qarşılaşır. Hörmətli tamaşaçılar və hal-hazırda 4-cü set başlayır. İlk xalı İqtisadçı qazanır. Çünki servisi düzgün yerinə yetirmədi Azərrey'nin voleybolçusu. Bəli, 3-cü setin əvvəllərində hamı zənn edirdi ki, Azərrey həmin seti də qazanacaq. Ancaq əslində bu təsadüfi deyil. Çünki komanda 6 xal fərqi ilə setin əvvəllərini çox yüksək səviyyədə keçirərək 6 xallıq bir fərq yaratmışdı hesabda. Ancaq İqtisadçı həm özünə gəldi, həm də rəqibi səhv etməyə məcbur etdi. Azərrey də elə primitiv vəziyyətdə səhvlərə yol verdi ki, əlbəttə bu başa düşüləndir. Bəzi voleybolçular gəncdir, bir qədər təcrübəsizdir. Onlar bir sıra lazımi məqamlarda yaxşı oynaya bilmədilər. Nəticədə onlar seti məğlub kimi başa vurdular. 3-0. 4-cü setin əvvəlləri də İqtisadçı komandasının üstünlüyü şəraitində keçir. Şittirak top oyuna daxil etdi. Daha bir səhv. Bəli, daha bir səhv. Topa 4-cü toxunma yol verilməzdi və İqtisadçı 4-cü xalı qazanır. Əlbəttə ki, indi Azərrey'nin belə oyununu komandanın 3-cü setdəki iflası ilə də əlaqələndirmək olar. Əlbəttə, istənilən komandaya, istənilən oyunculara psixoloji cəhətdən belə hal təsir edə bilər. Çünki 6 xal irəlidə olasan, daha sonra birdən-birə üstünlüyü rəqibə verəsən. Hər halda asan olmayacaq bu setdə işi Azərrey'nin. Bu artıq indidən bəllidir. Çervyakov komandanı bundan sonraya hazırlamalıdır bu set üçün. Ona görə time-out götürdü. Hesab 4-0 İqtisadçının xeyrinədir. Bu topu da qəbul etdik. İqtisadçı Flier. Qüvvətli bir zərbə vurmuşdu. Kitipova. Flier Kitipovanın düzgün ötürmə edə bilməməsindən istifadə etdi. 5-0. Hələ ki xal qazana bilməyib Azərrey bu setdə. Şittirak. Və indi məhz Şittirakın səhvindən sonra xal qazanır. Karslıoğlu Taylandlı oyuncunun bu servisindən çox narazı qaldı. Buakayev, Serena, Flier, əla bir hərəkət, ancaq rəqib aldanmadı onun bu kəndinə. Buakayev çox yaxşı oynayır. Şittirak. Flier blokda mükəmməl oynayır Hollandiyalı voleybolçu. 6-1. Norberto. Top oyuna daxil edir. Şittirak. McClendon və 7-1. Birdən-birə Azərrey 3 voleybolçu topa toxundu və heç biri də yaxşı oynamadı. İzlədik epizodun təkrarını. Marianna Norberto top oyuna daxil etdi. Ceyran Əliyeva. Və bu dəfə artıq bu hücumu öz seyrinə başa vura bildi Azərrey. 2-7. Norberto, Serena, Tinkao 8-2 və ilk texniki fasiləyə yollanır komandalar. 6 xal fərqlə İqtisadçı öndədir.
çətinliklə topu qəbul etdi Azərbaycan voleybolçuları. Yenə ilk satçı hücumdadır. Tinkao topu out'a göndərir. Bu dəfə alınmadı Tinkao'nun xal qazanmaq cəhdi. Yadınızdadırsa, birinci setdə də təxminən bu mövqedən yenə eyni səhvi etmişdi. Şittirak, Serena, Flier 6-cı zonadan zərbəsi və 9-3. Yenə Manon Flier. Heç şübhəsiz ki, komandanın ən çox xal qazanan oyuncusudur bu görüşdə. Manon Flier 9-3, 6 xallıq fərq qorunur. Ayşən Əbdüləzimova və Yelena Parxomenko ekranlarınıza gəldi. Milli komandamızın 2 oyuncusu. Servisi düzgün yerinə yetirmədi McGlendon. Dört 9. Duşanak Karic. Top oyuna daxil etdi Serena. Tinkao. Əla bir hərəkət Taylandlı oyuncudan. Birdən-birə artıq havada olarkən, topa tullanarkən fikrini dəyişdi. Qüvvətli zərbə əvəzinə çox ağıllı bir hərəkət etdi. Topu sakit bir toxunuşla boş zonaya göndərdi. 14. Flier, Serena. Top out'a getdi. McGlendon'un zərbəsindən sonra alınmadı. İstədiyi kimi alınmadı zərbə. 5-10. Flier mükəmməl oynayır Hollandiyalı. Bu oyunçunun oyunu alınan da alınır, özü də çox gözəl alınır. Rabitə ilə görüşdə də əla təsir bağışlamışdı. Manon Flier, Valentina Serena. Batista. Jitkova'dan. Əla bir hərəkət. Xeyr, bu bəli, Jitkova idi. Katerina Jitkova. Altıncı zərbə və 11-6. Buakayev. Batista da bundan istifadə edə bilmədi. Flier. Top out'a gedir. 7-11. Qarslı oldu, narazıdır bu vəziyyətə görə. Hələ də narazılığını davam etdirir Türkiyəli mütəxəssis. İndi fikir verirəm onun hərəkətlərinə. Top out'a getdi. 12-7. İqtisadçı öndədir 5 xal fərqi ilə. Ümumi hesab 2-1 iqtisadçının xeyrinədir və bu setdə də qalib gəlsə oyunu öz xeyrinə başa vuracaq və çempionatda liderliyə yüksələcək komanda. 8-12 hesab arasındakı fərq bir qədər azalır. Out. Top bloka dəyərək out'a getdi. 13-8. Yavaş-yavaş üstünlüyünü möhkəmləndirməyə cəhd edir. Hər halda o istədiyi 5 xallıq fərqi qoruyur. Elə bu vəziyyət də iqtisadçını tam qane edir. Sona qədər bu fərqi qorusa lazım olan qələbəni də qazana bilər. Növbəti bir qərar yenə narazılığı da səbəb olur. Yan xət hakiminin işarə verir Manon Flier. Konstantin Selin isə bu etirazı qəbul etmir. Təkrarı izləyək, hörmətli tamaşaçılar. Top meydana düşmüşdür fikrimcə. Hakim yenə səhv qərar qəbul etdi. Bu oyunda Konstantin Selin kifayət qədər mübahisəli qərarlar qəbul edib. İqtisadçı 14-cü xalını qazandı.
14-9. Flier əla bir servis etdi. Jitkova da yaxşı oynuyor. 10-14. Blockout. McClendon 15-10. Onun zərbəsindən sonra top rəqib komandanın blokuna dəyərək meydandan kənara çıxdı. McClendon top oyuna daxil edir. Ceyran Əliyeva. Şittirak. Hücum qura bilmədi Azərel istədiyi kimi. İndi xal qazanmaq olar. Şittirak. Top alta gedir. 16-10 və İqtisadçı komandası ikinci texniki fasiləyə də böyük hesablı fərqlə yollanır. Oyun davam edir və mükəmməl oynuyor İqtisadçı blokda. Yenə də bu dəfə Tinkao xalın qazanılmasında əsas pay sahibidir. Taylandlı voleybolçu Serena ilə birlikdə görürsünüz ki, bloka tullanmışdı və Tinkao məhz rəqibin zərbəsinin qarşısını aldı. McClendon. Artıq demək olar ki, İqtisadçı bu setin də taleyini həll etmək üzrədir. Bu dəfə Ruker səhvə yol vermiş və sakit bir toxunuşla topu rəqibin meydançasında yerə doğru göndərdi. 17-11. 6 xal fərqi ilə öndədir. İqtisadçı səhv edir. McClendon 12-17. Daha bir səhv. Az qala. Yenə Azərel komandası xal qazanacaqdı. Ancaq Tinkao mükəmməldir blokda. Tinkao və Serena dueti növbəti dəfə rəqibin hücum qurmasına imkan vermədi. Gəlin izləyək. Yenə də top Tinkao'ya dəydi. Səhv etmirəmsə onun əlinə və Williams'la herhalde üzr istəyirəm, Serena ilə birlikdə blokda əla oynuyor. Tinkao hesab 18-12 İqtisadçının xeyrinədir. Heç də dəyişməyib. 6 xallıq fərq qorunur və bu dəfə Azərel hücum zamanı topu out'a göndərdi. 19-cu xalı qazanır İqtisadçı. Time out götürür Aleksandr Çervyakov.
Bu da bir servisi de yerine yetirə bilmir. Bilemiyeti Tinkao. Hesab dəyişir. 13-19. Şittirak ekranlarınızda gördünüz. Saçının Taylandlı oyuncularından biri de komandanın əsas heyət üzvüdür. Gwendalyn Ruker. Oyuna başladı Serena. Şittirak. Bir qədər test kullanmıştı topa zərbə vurmaq üçün. Serena. Flier. Top meydanda yerə düşdü. 20-13. Yenə Hollandiyalı diqqət mərkəzindədir. Yenə oyunun ən yaxşılarındandır. Bəlkə də ən yaxşısıdır. Yəni liderdir. Heç şübhəsiz iqtisadçıda liderdir Manon Flier. Onun oyunundan komandanın qələbə qazanıb qazanmaması çox asılıdır. İndi Kitipova dəqiq zərbə indirdi. On 14-20. Laura Kitipova. Oyuna başladı Kitipova. Və növbəti xalı qazanır 21-ci xalı iqtisadçı. 21-14. Bu ilin iyun ayında Avropa Ligası oyunları keçiriləcək ölkəmizdə. Avroliqa oyunları voleybol üzrə və qadınlardan ibarət komandamız qrupda Bolqarıstan, Sloveniya və Türkiyə komandalarıyla birlikdə mübarizə aparacaq. İlk məhəllə görüşləri Azərbaycanda keçiriləcək. A qrupunda komandamız mübarizə aparacaq. B qrupunda isə Almaniya, İspaniya, Polşa və Yunanistan komandaları yarışacaqlar. Əlbəttə, ölkəmizdə voleybol üzrə çox məsul yarışlar gözlənilir. Əvvəlcə dördlər finalı mart ayının 15-16-sında. Daha sonra Avroliqa oyunları və bu arada iqtisadçı 24-cü də xalı qazandı. Və inanırıq ki, bu oyunlarda Azərbaycan komandaları istər milli komandamız, istərsə də Rabitə klubu çox yaxşı nəticələr göstərəcək. Oyun xalı, hal-hazırda iqtisadçı komandası oyun xalını qazanmağa çalışır. Son bir xala ehtiyacı var komandanın. Hesab 24-14'dür. Bu setdə xüsusilə əla oyun göstərdi və böyük xal fərqi ilə irəlidədir. 10 xal fərqi ilə irəlidəydi. Və demək olar ki, artıq tam üstünlüklə Azərri ilə qalib gələcək iqtisadçı və turnir cədvəlində liderliyə yüksələcək. Oksana Ksilova oyuna daxil oldu. Topu oyuna daxil etdi. İndi son xal qazanıla bilər. Ancaq auta göndərdi topu McGlendon. Əlbəttə bu heç nəyi dəyişməyəcək. Yalnız bir xalın qazanılmasına ehtiyac var. İqtisadçıda yine Ksilova topu oyuna daxil etdi. McGlendon. Ştirak. Flier. Azəreli hücumdadır. Ala bir zərbə Katerina Jitkova'dan. 17-24. Karslıoğlu time-out istəyir. Nəyə görə? Yəni, əlbəttə ki, burada time-outsuz da keçinmək olardı. Çünki 7 xalıq bir fərqdə yəni, bir dəqiq zərbənin vurulması heç bir problem yaratmamalıdır. Təbii ki, ümumiyyətlə komandasının oyuncularından heç bu oyunda yox, ümumiyyətlə rahat oynamalarını istəyir və arxayınlaşmamasını istəyir Türkiyəli çalışdırıcı. Yəni, Karslıoğlu artıq 3-cü ildir ki, ölkəmizdə fəaliyyət göstərir. Bir ara komandadan istifaya göndərilsə də sonradan iqtisadçı rəhbərliyi məhz bu çalışdırıcını
yenidən ölkəmizə qaytardı. Beləliklə Azərelin servisdə buraxdığı səhvdən sonra iqtisadçı 25-ci xalada qazanır və bu seti 25-17 hesabı ilə öz xeyrinə başa vurdu. Ümumilikdə isə komanda 3-1 hesabı ilə rəqibini məğlub edir. Birinci və üçüncü setlərdə 25-21 hesabı ilə qalib gəldi. İkinci setdə 25-23 hesabı ilə Azərel bir setin əvəzini çıxdı, ancaq dördüncü setdə 25-17 hesabı ilə rəqibindən qalib gələn iqtisadçı bu görüşü 3-1 hesabı ilə öz xeyrinə başa vurur və turnir cədvəlində 16 xalla liderliyə yüksəlir. Hörmətli tamaşaçılar, bununla da İdman Azərbaycan kanalının iqtisadçı Azərel qarşılaşmasından canlı yayımı yekunlaşdı. Reportajın rejissoru Elçin Mehbalıyev, oyunu Rəşad Rafiqoğlu şərh etdi. Sağ olun, salamat qalın.